Elm çöldən yüklənən bir yük deyil. O, insanın içinə yerləşdirilmiş bir toxum kimidir. Zamanı gəldikdə aydınlanmayla, səssizliklə, fərq etməklə, diqqətlə, arınmayla açılır. İnsan oxuduqca deyil, olduqca bilir. Yaşanan hər bir hadisə, hər bir acı və şirin içəridəki kitabın bir səhifəsidir sanki. O səhifələr çevrildikcə insan kamilləşir. İçəridəki elm zorluqla, məcburiyyətlə deyil. Vaxtı gələndə, sən ona hazır olanda səhifə-səhifə özü sənin üçün açılır. Həqiqət heç zaman qışqırmaz. O pıçıltı ilə danışar. Sadəcə onu qəlbini hiss edənlər duyar. İnsan özünü tanıdıqca aləmlə, kainatla arasındakı divarlar əriyər. İnsan ayrı sandığı hər şeyin bir mənbədən axdığını hiss eləyər. İnsan ətrafda gördüyü və ayrı, fərqli şeylər olduğunu zənn etdiyi hər şey bir mənbədən gəldiyini başa düşər. İç və çöl, insan və yaradıcı, sual və cavab bir nöqtədə birləşər. O anda insan başa düşər ki, axtardığı elm, bilgi bir yerlərdə gizlədilməmişdi. O insanın öz içində idi. İnsan həqiqətə oyananda içindəki elm səhifə-səhifə açılır və onu kainata bağlayır. İnsanın kainatla bir bütün olduğunu və əslində yaradıcı ondan heç nəyi əsirgəmədiyini, məhz insanın öz içində bütün həqiqəti və sirləri, elmi gizlətdiyini insan o anda başa düşər. Və iç, çöl, sağ, sol, yuxarı, aşağı, o, mən, kainat, kainat və mən və hər şey və hər şeyin son sualı və cavabı bir nöqtədə birləşdiyi o ana gələr. Hər şeyin bir bütün olduğu, bir nöqtədən başladığı və bir nöqtədə bitdiyi ana gələr. Bir bütün olar.